Salam uşaqlar. Bugünkü izahımız 7-ci sinif iş dəftərindəndir. Keçirici və dielektriklər. Birinci sual, sxemi tamamla. Maddələr deyirik ki, keçiriciliyinə görə 2 yerə bölünür. Keçiricilər və dielektriklər. Dielektriklərdə sərbəst yük daşıyıcı yoxdur. Amma keçiricilərdə və yaxud da buna deyirik naqillərdə sərbəst yük daşıyıcılar var. İkinci sualımıza deyir şəkildəki A cismi aşağıdakı maddələrdən hansından hazırlanmış ola bilər? Şəkilə baxırıq ki, ilk öncə lampamız yanır. Yəni sarı rənglidir, lampa yanır. Deməli dövrə tam qapanıb ki, cəryan keçib lampa yanır. Onda bu deməli keçirici bir maddə ola bilər. Şüşə keçirici deyil, mis keçiricidir, plasmas keçirici deyil, alüminium isə keçiricidir. Deməli cavabımız 2 və 4. Və cəryan istiqamətini bir dənə yadımıza xatırlayaq. Cəryan dedim ki, elektronların hərəkətinin əksinə gedir. Cəryan bax bu istiqamətə gedir. Və yaxud da cəryan deyə bilərsiniz ki, müsbətdən mənfiyə doğru gedir. Üçüncü sualımıza keçək. Bəzi maddələrdə atomların xarici orbitində olan elektronlarla nüvə arasında elektrik cəzb etmə qüvvəsi çox kiçikdir. Ona görə də həmin elektronlar atomu tərk edərək maddə daxilində müxtəlif istiqamətlərdə sərbəst hərəkət edir və öz atomundan uzaqlaşa bilir. Bax, məhz elə bu elektronlardır ki, sərbəst elektronlar cəryan yaradır. Dördüncü sual, yenə mətin. Deməli, sözləri qoyub tamamlamaqdır. Atomu tərk edən maddədə sərbəst hərəkət edə bilən elektronlar sərbəst elektronlar adlanır. Elektronlar elektrik yükünə malik olduğundan sərbəst elektronlar sərbəst yük daşıyıcılar da adlanır. Sərbəst yük daşıyıcıları olan maddələr keçirici və ya naqil adlanır. 5-ci sual. Sərbəst yük daşıyıcıları olmayan maddələrə dielektriklər deyilir. Keçək 6-cı sualımıza. Şüşə çubuğu ipək parça ilə sürtdükdə şüşənin sürtülən hissəsi mənfi elektrik yükü ilə yüklənir. Sürtülməyən hissəsi isə neytral qalır. Bunun səbəbini izah edin. Bax, təsəvvürünüzə gətirək ki, bir şüşədir və bunu bir parça ilə sürtürlər. Bu sürtünən hissədə bizdə elektron alış-veriş olur. Yəni elektron bir-birinə keçir. Şüşənin sürtülməyən hissəsində isə elektron alış-verişi olmur. Yəni elektronlar keçmir. Ona görə də həmin hissə neytral olaraq qalır. 7-ci sualda elektrik indikatoru vasitəsilə naqildə cəryanın olub-olmadığını yoxlanılır. İndikatorun ucu naqilə toxundurulduqda cəryan varsa onun ışığı yanır. İndikatorun keçirici və dielektrik hissələrini göstər. Bax, ucuna deyir toxundurduqda cəryana, naqilə toxundurduqda bu ucunu ışıq yanır. Burada bunun ışığı olur uşaqlar. Işığı yanır. Deməli bu keçiricidir. Amma əlimizlə toxunuruq bu plastik hissəsinə. Deməli bura dielektrikdir. Bax, bunun ucu plastikdir. Plastikin içərisində bir dəmir çıxır burada çıxıntısı. Yəni bunun üstü də burada dielektrikdir. Keçirici olan bunun nə idi? Uc hissəsidir ki, cəryanı keçirəndə burada başlayır ışıq yanmağa. Əlimizi toxunduruq və bu əlimizə toxunan hissə isə dielektrikdir. Keçək 8-ci suala. Doğru və yanlışı qeyd etməliyik. Nə deyir birincisidə? Deyir, neytral atomlardan təşkil olunmuşdur. Neytral atomlar, yəni dielektriklərdir. Keçiricilərdə sərbəst elektronlar var və yaxud da ionlar da keçirir. Bax, elə ikinci sual. İon və sərbəst elektronlardan təşkil olunmuşdur. Bu isə keçiricidir. Sürtünmə ilə elektrikləndikdə elektrik yükü yalnız sürtünən hissədə qalır. Yəni alış-veriş olmur. Yük keçmir digərinə. Digərinə keçmirsə bu dielektrikdir. Daxilində elektronlar sərbəst hərəkət edir. Bu da keçirici maddələrə aiddir. 9-cu sualda nə deyir? Şəkildə gümüş atomu təsvir olunub və 5 elektron hərflərlə işarələnib. Gümüşdən hazırlanmış naqildə gümüş atomunun hansı elektronu sərbəst yük daşıyıcı ola bilər? Dedik ki, atomun ən kənar orbitində yerləşən elektron güclü rabitəsi olmadığından, zəif rabitəsi var, zəif bunlarla əlaqəsi olduğundan atomla. Və bu onu tərk edib qırılıb gedə bilər. Qırılıb gedə bilər deyəndə belə düzgün demədim. Daha doğrusu
atomun daxilində sərbəst hərəkət edə bilər. Atomu tərk edir və həmin maddənin daxilində başlayır hərəkət etməyə. Baxırıq ki, indi argentinium, yəni gümüşdür. Gümüşdən ən uzaq orbitdə, bax, ən uzaq orbitdə, D ən yaxındır. Baxıram ki, ən uzaq orbitdə burada, bax, B nöqtəsində olan elektrondur ki, bunu tərk edib sərbəst yük daşıyıcı ola bilər. Deməli, cavabımız B elektronu. Çox tez-tez danışıram. Hərdən danışdığım cümlələri səhv deyirəm. Hərdən niyə belə olur bilmirəm. Mən videonu çəkirəm, olduğu kimi də paylaşıram, sonradan baxmıram. Amma hərdən belə sonradan baxıram ki, bəzi yerlərdə səhv deyirəm, bəzi düsturları ağzımdan düz deyirib səhv yazıram. Olur elə, üzrü hesab edin. Deməli nə deyir? Dielektrik və keçirici maddələrin hər birindən hazırlanmış cisimlərə aid 5 nümunə. Birinciyə deyirik ki, dielektrik, şüşə stəkan, rezin top, taxta masa, plastik boşqab və yaxud da kitab, yəni şüşə, rezin, taxta, plasmas, kağız, bunlar nədir? Dielektriklərdir. Yəni sərbəst yük daşıyıcısı yoxdur. Digəri isə keçiricilər və yaxud da naqillər deyərik. Yəni sərbəst yük daşıyıcısı var. Dəmir qapı, metal açar, qızıl üzük, mis məftil, alüminium falqa, bunlar isə keçiricilərə misal ola bilər. Keçək elektrik sahəsinə. Birinci sual. Şəkildə ipdən asılmış mənfi yüklü kürəcik elektrik qüvvəsinin təsiri ilə müsbət yüklü çubuğa tərəf meyl edir. Bu təsiri ötürən hansı vasitədir? Bu təsiri ötürən elektrik sahəsidir ki, hər bir yükün ətrafında elektrik sahəsi mövcuddur. Və biz də bilirik ki, təbiətdəki iki yüklər, mənfi və müsbət yüklər bir-birini cəzb etdiyindən elektrik sahəsi də bu, bax, mənfi müsbəti, müsbət də mənfini cəzb etdiyindən bu hal yaranmış olur. Yəni, ötürən vasitə nədir? Elektrik sahəsi. İkinciyə baxaq. Fəzanın hər hansı nöqtəsində elektrik sahəsi mövcud olduğunu, gəlin belə eləyək. Bax, buna 1, 2, 3 deyim. Elektrik sahəsi mövcud olduğunu müəyyən etmək üçün həmin nöqtəyə elektrik yükü gətirilir. Bu yük sınaq yükü adlanır. Sonra sınaq yükünün elektrik sahəsinə təsir edən qüvvə, sınaq yükünü elektrik sahəsi təsir edən qüvvə elektrik qüvvəsi adlanır. Üçüncü sual. Sahə tərəfindən sınaq yükünə təsir edən qüvvənin qiyməti sınaq yükünün miqdarı ilə düz mütənasibdir. Sınaq yükünə təsir edən qüvvənin həmin yükün miqdarına nisbəti elektrik sahəsinin intensivliyi adlanır. Yəni elektrik sahəsinin intensivliyi Y hərfindən işarə olunur və vektorial kəmiyyətdir. Deyir, qüvvənin həmin sınaq yükü olan nisbətinə bərabərdir. Vahidi Newton bölünsün kulon. Dördüncü sualda şəkildəki elektrik yüklərinin işarəsini müəyyən et. Cavabınızı əsaslandırın. Baxın, bir dənə bizə müsbət yük verilib və birinciyə baxıram ki, bu itələyir. Bax, müsbəti itələyər. Deməli, burada birdəki yükümüz müsbətdir ki, F qüvvəsi ilə itələyir. Digər isə cəzb olunub. Deməli, bu birdəki də mənfi yükdür ki, bu müsbət yükü onu özünə cəzb etmiş olur. Deməli, birimiz oldu müsbət. İkinci yükümüz isə oldu mənfi. 5-ci suala keçək. Şəkildə təsvir olunmuş 1 və 2 yüklərinə A yükü tərəfindən təsir edən elektrik qüvvəsi ilə elektrik sahəsi intensivliyi eyni istiqamətə yönəlib. A cisminin elektrik yükünün işarəsini müəyyən edin. Elektrik sahəsi. Uşaqlar, yadımıza kitabda da var. Dedik ki, müsbət yüklü elektrik sahəsi özündən kənara doğrudur. Elektrik sahəsi. Amma mənfi yükün elektrik sahəsi isə özünə doğrudur. Y'si. İndi bu da nə deyir? Bax, özündən kənara doğru. Deməli, bu müsbət yüklüdür ki, özündən kənara doğru elektrik sahəsinin intensivliyi mövcuddur. 6-cı suala keçək. Elektrik yükü
və elektrik qüvvəsi, qüvvə dedik vahidi Newton. Bu da elektrik sahəsinin intensivliyi. Yazın. Deməli, elektrik sahəsinin intensivliyində vahidi Newton bölünsün kulomdur. Nə deyir bizə 7-ci sualda? 7-ci sualda deyir. Q yükü Q0 yükünün elektrik sahəsinə yerləşdirilmişdir. Q yükünə təsir edən elektrik qüvvəsi hansı istiqamətə yönəlib? Həmin nöqtədə Q0 yükünün elektrik sahəsinin intensivliyi hansı istiqamətə yönələr? Yəni bizə Q0 yükünü, bax, Q yükünü Q0 elektrik sahəsinə gətirilibdir. Yəni burada bizə Q yükünə hansı qüvvə təsir edir, onu göstərir deyir. Nə dedik? Dedik ki, mənfini itələyər. Bax, bu qüvvənin istiqaməti və mənfiyə doğru elektrik sahəsinin intensivliyi yönəldiyindən, bax, bu da elektrik sahəsinin intensivliyi. Bax, bu istiqamətdə diqqətli olun. Bizə buradakı Q yükünün təsir etdiyi elektrik sahəsinin intensivliyin qüvvə xətlərini istəyir. Q0-ın yaratdığı elektrik sahəsinin intensivliyi. Deməli, 8-ci sualda şəkildə Q0 olan cisim Q sınaq yükünə təsvir olunub. Sınaq yükünün miqdarını 3 dəfə artırsa, onun olduğu nöqtədə Q0 cisiminin elektrik sahəsinin intensivliyi dəyişərmi? Dedik ki, elektrik sahəsinin intensivliyi qüvvə bölünsün sınaq yüküdür. Bizə deyir ki, sınaq yükünü 3 dəfə artırsaq. Biz də dedik yaxı kitabdakı qüvvə sınaq yükü ilə düz mütənasibdir. Biz sınaq yükünü 3 dəfə artırdıqda buna təsir edən qüvvə də 3 dəfə artar və nəticədə elektrik sahəsinin intensivliyi dəyişməz qalar. Çünki nisbət dəyişmədi. Q2 yükü və Q1 yükü, Q2 yükü Q1 yükündən neçə dəfə böyükdür? Baxın uşaqlar, baxın, məsafələr eyni, gətirilən sınaq yükləri Q0, ikisi də eyni. Yəni, E'lərimiz eyni, elektrik sahəsinin intensivlikləri eynidir. Qüvvəmiz nəyə bərabər idi? Qüvvə bərabərdir, elektrik sahəsinin intensivliyi vurulsun yük. İndi birinci hala baxaq. Birinci halda qüvvəmiz olub 2F. Yazıram, 2F bərabərdir. Elektrik sahəsinin intensivliyi sabit. Vurulsun Q1-ə. İkincidə deyir 5F'dir. Yenə elektrik sahəsinin intensivliyi vurulsun Q2-yə. Bizə nəyi soruşurdu? Bir-birlərindən nə qədər neçə dəfə böyütür, elə biz nisbəti götürə bilərik. Nisbəti götürsək, F'lər ixtisar gedir, E'lər ixtisar gedir. Biz Q2 yükünü tapaq burada. Yəni, çarpaz əvvəlcə vuraq. 2Q2 yükü bərabərdir 5Q1-ə. Buradan da Q2 bərabərdir 2,5 Q1-ə. Nə deyir? Q2 Q1-dən 2,5 dəfə böyükdür. Müsbət yükün ətrafında çevrə üzərində olan və olmayan nöqtələr göstərilmişdir. Verilmiş nöqtələrdə elektrik sahəsinin intensivliyi ədədi qiyməti müqayisə edin. Müsbət yükün yaxınında olan elektrik sahəsi böyük, uzaqda olansa kiçikdir. Amma mənfidə isə əksinə. Yaxında olan kiçikdir. Bizə də burada müsbət yük göstərilib. Müsbət yükün elektrik sahəsi yaxında olan böyükdür. Yaxınında olan elektrik sahəsinin intensivliyi. Onda bunu belə qeyd edə bilərik ki, dedik ki, A yükünə ən yaxın olan, radiusu yəni ən kiçik olan ən böyük elektrik sahəsinin intensivliyinə malikdir. Onda yazırıq, elektrik sahəsinin intensivliyi A ən böyükdür və hər bir B-də, Y-də, C-də radiusları eyni olduğundan bu üçü də bir-birinə bərabərdir. YB bərabərdir YC, o da bərabərdir elektrik sahəsinin intensivliyi Y. Ən kiçik isə ən kiçikdir, mən böyle yazdım. Dedik, elektrik sahəsinin intensivliyi A'da ən böyük. Sonra elektrik sahəsinin intensivliyi B bərabərdir C'yə, o da bərabərdir Y'yə. Ən kiçik isə ən uzaqda olan D nöqtəsindədir.
müqayisəsi, ədədi qiymətinin müqayisəsi bu şəkildə. Gələk 11-ci suala. 0,1 kulon sınaq yükünə 7 Newton qüvvə təsir edir. Həmin yükə təsir edən elektrik sahəsinin intensivliyini soruşur. Elektrik sahəsinin dedik intensivliyi Y bərabərdir. Qüvvə bölünsün kulon. 7 Newton bölünsün 0,1 o da bərabərdir 7000 Newton bölünsün kulon və yaxud da yazarıq 7 kilonewton bölünsün kulon. 12-ci suala baxaq. A və B zərrəciklərin yükünün işarəsini müəyyən edin. Baxırıq, müsbət yüklüdür və özünə tərəf gəlir. Müsbət yükü nə cəzb edər? Deməli, mənfi yük. Ancaq mənfi mənfini itələyər, müsbət müsbəti itələyər. Deməli, burada B müsbətdir. A-mız oldu mənfi, B-miz oldu müsbət. Təkrar edirəm, müsbət yükdür. Baxırıq ki, qüvvə özünə doğru gəlir. Yəni, cəzb edir. Cəzb edirsə, hansı yük bir-birini cəzb edir? Əks işarəli olanlar. Deməli, onda bura mənfi və bu bir-birini itələyir. Burada da bu qüvvə ilə bir-birlərini itələyir. Deməli, eyni işarəli olanlar da bir-birini itələyir. B-də dedik, müsbət. 13-cü suala baxırıq. Şəkildə A, B və C zərrəcikləri təsvir olunub. A, B zərrəcikləri tərəfindən C zərrəcinə təsir edən elektrik sahəsinin intensivliyi xəttini göstərin. Biz deməli C-nin üzərində göstərəcəyik. A, B tərəfindən C-nin üzərinə. Baxaq. Əvvəlcə A, C-ni müqayisə edək. A ilə C hər ikisi mənfidir. A, C-ni itələyər bir F qüvvəsi ilə. Sonra baxırıq. İndi B ilə C, bax A ilə A-nı dedik. F qüvvəsi ilə itələyər. A ilə B, C isə, daha doğrusu B ilə C isə bir-birini əks işarəlidir. Əks işarəlidir. Dedikdə bir-birini nə edər? Cəzb edər. Yəni bu istiqamətdə. Və bizə burada əvəzləyici qüvvəni soruşsa, biz parallelogram qaydası ilə bunu bax bu şəkildə əvəzləyici qüvvə də bu istiqamətə yönələr. 14-cü sual. Hansı şəkildə elektrik sahəsinin intensivliyi doğru göstərilmişdir? Dedik, elektrik sahəsinin intensivlik xəttləri müsbətdən kənara doğru, yəni burada 4. Mənfiyə isə özünə doğru, yəni 2. Cavabımız 2 və 4. 15-ci sual. Elektrik yükü müsbət 3 olan kürəciyə 6 elektron keçsə, onun elektrik sahəsinin qüvvə xəttlərinin istiqaməti dəyişərmi? İlk öncə bizim yükümüz birinci halda, deməli, müsbət 3-dür. Baxaq. Birinci halda bizim yükümüz müsbətdir. Yəni, müsbət 3-dür. Dedik ki, müsbət 3-dən özündən kənara doğrudur elektrik sahəsinin qüvvə xəttləri. Bax, bu şəkildə. Və bu müsbət 3-ə mənfi elektron keçərsə, üzərinə gəlinsin mənfi 6. 6Y. Bərabərdir. Olur mənfi 3 elektron. Deməli, mənim yükümün işarəsi dəyişdi. Artıq bu səfər mənim yüküm mənfidir. Mənfidə də dedik nədir? Elektrik sahəsinin qüvvə xəttləri özünə doğrudur. Bizə nə soruşurdu? İstiqaməti dəyişirmi? Bəli, dəyişir. Çünki yükün işarəsi dəyişdi. Cavabınızı əsaslandırın. Cavabımıza deyirik ki, çünki yükün işarəsi dəyişdi. Qüvvə xəttləri müsbətdə özündən kənara doğru, mənfidə isə özünə doğrudur. 16-cı sual. A və B nöqtələrində elektrik sahəsinin intensivliyini müqayisə edin. Elektrik sahəsinin intensivliyini uşaqlar. Elə belə ədədi qiymətdə baxırıq ki, biz bilirik ki, elektrik sahəsinin intensivliyi vektorialdır. Yəni elə vektorun uzunluğundan da baxarıq ki, A vektoru daha uzundur, B vektoru daha gödəkdir. Buradan da bilərik. Və yaxud da elektrik sahəsinin intensivliyi K2 bölünsün R kvadratıdır. Yəni, məsafə ilə tərs asılıdır. Kiçik olanda, hansı ki məsafəsi kiçikdir, onun elektrik sahəsinin intensivliyi daha böyükdür. Yəni, elektrik sahəsinin intensivliyi A böyükdür elektrik sahəsinin intensivliyi B-dən. Vektor kimi də baxa bilərdik. Yəni, hansının vektoru daha böyükdür? Əlbəttə ki, A-nın. Onda elektrik sahəsinin intensivliyi A-da da böyükdür. Və yaxud da məsafəsi kiçik olanın elektrik sahəsinin intensivliyi böyükdür. Məsafəsi isə B-də isə daha böyükdür. Məsələn, bunu R deyirəmsə, onda bu 2R qəbul edərəm.
Bu qədər uşaqlar. Hələlik.